Salam əziz məktəb dostlar və məni izləyən valideynlər, bugün uğura gedən yol mətnini izah edəcəm. Həyatda uğur qazanmaq üçün ilk növbədə gələcəyə yönəlmiş hədəf seçməlisiniz. Yəni uğur qazanmaq üçün elə bir hədəf seçməlisiniz ki, o hədəfi həyata keçirə biləsiniz. Daha sonra həmin məqsədə aparan yaxın hədəfləri müəyyənləşdirmək lazımdır. Yəni sizi əsas hədəfiniz nədir? Həmin o hədəfə aparan ona yaxın kiçik hədəfləri müəyyənləşdirməlisiniz. Özünüzə qısa müddətli hədəflər seçməklə daha uzaq hədəflərə çata bilərsiniz. Beləliklə həyat strategiyanızı və taktikanızı müəyyən etmiş olursunuz. Strateji məsələ, döyüş taktikası ifadələrini yada salaraq strategiya və taktika sözlərini izah edin. Sizcə bu sözlərdən hansı son hədəf, hansı hədəfə aparan yollar mənasını verir? Deməli, uşaqlar, strategiya sözünün mənası qarşıya qoyulmuş, uzun müddətli məqsədlərə çatmaq üçün hazırlanan hər tərəfli planlı fəaliyyət modelidir. Yəni sizi qarşıya qoyulmuş məqsədlərə aparan yollardır strategiyalar. Taktika isə uşaqlar hər hansı bir məqsədə nail olmaq, döyüşü və ya mübarizəni idarə etmək üçün istifadə edilən konkret üsullardır. Hədəf seçilən andan insanın həyat tərzi də dəyişir. Əgər səhər evdən çıxanda hara gedəcəyinizi bilmirsinizsə, bütün günü boş-boş veyillərsiniz, axşam da evə qayıdacaqsınız. Amma harasa getməyə qərar vermisinizsə, ünvanını bilməsəniz də soruşa-soruşa mənzil başına gedib çıxa bilərsiniz. Hədəfi seçərkən vacib məqamlardan biri də realist olmaqdır. Yəni siz hədəf seçəndə düşünün ki, buna çata bilərsinizmi? Yəni buna çatmaq mümkündürmü? Bəzən ola bilər ki, elə bir hədəf seçərsiniz ki, ona nail olmaq qeyri-mümkün ola bilər, real olmaya bilər. Reallıqdan uzaq olan hədəf arzu və xülyadır. Bir növ yuxu kimidir. Qarşınıza qoyduğunuz məqsəd təbiətinizə uyğun olmalıdır ki, ona doğru irəliləmək sizə zövq versin. Yəni əgər qarşınıza qoyduğunuz məqsəd sizi yoracaqsa, yəni siz onu sevərək etməyəcəksinizsə, deməli siz doğru hədəf seçməmisiniz. Deməli elə seçməlisiniz ki, həmin o hədəfə doğru irəliləmək sizə zövq versin. Hədəfinizi düşündükcə bezməməli, əksinə özünüzdə əzm və iradə tapmalısınız. Bunun üçün də qarşınıza qoyduğunuz hədəf qabiliyyətlərinizdən nə həddindən artıq yüksək, nə də həddindən artıq aşağı olmalıdır. Hədəfə gedən yol çox zaman təhsildən keçir. Hansı peşəyə yiyələnməyin bir o qədər də önəmi yoxdur. Önəmli olan peşəyə hansı səviyyədə yiyələnməkdir. Təhsil insanın gələcək peşəsini, cəmiyyətdəki yerini təmin edən ən mühüm şərtlərdən biridir. Əlbəttə, kimsə etiraz edə bilər. Hacı Zeynalabdin Tağıyevin heç orta təhsili də olmayıb, amma o, Azərbaycan tarixində dərin iz qoymuş iş adamı və xeyriyyətçi olub. Nəzərə almaq lazımdır ki, təhsil diplom almaqdan ibarət deyil. Təhsilini yarımçıq qoymaq və ya təhsil almamaq öyrənməmək deyil. Siz universitetə daxil olub ali təhsilli mütəxəssis də ola bilərsiniz. Ümumi orta təhsili bitirməmiş müəyyən peşəyə yiyələnə də bilərsiniz. Əsas məsələ peşəkar olmaq, seçdiyiniz peşənin və ya ixtisasın sirlərinə dərindən bələd olmaqdır. Məsəl üçün, ola bilər ki, kimsə ali təhsil almayıb, orta təhsil almayıb, amma gedib bir maşın ustasının yanında köməkçi işləyir və zamanla həmin ustadan maşınla bağlı, yəni maşın təmir etməklə bağlı o qədər detallar, o qədər sirləri öyrənir ki, artıq gələcəkdə həmin o oxumamış, təhsil almamış maşın ustasını hamı, yəni necə deyim, dörd gözlə axtarır ki, onların maşınını həmin usta təmir etsin. Yəni əsas odur ki, nəyi seçməyinizdən asılı olmayaraq seçdiyiniz şeyi dərindən öyrənəsiniz. Onu da yadda saxlayın ki, İnsanın xoşbəxt olması üçün çox vaxt pul kifayət etmir. Sevdiyi bir işdə çalışmaq tamamilə başqa bir həzdir. Mükəmməl təhsil təkcə dərs oxumaqdan ibarət deyil. İnsan o zaman həqiqi mənada uğur qazana bilər ki, bir şəxsiyyət kimi hər tərəfli inkişaf etsin. Yalnız bir-iki fənni dərindən öyrənmək uğur qazanmaq üçün kifayət etmir. Həyatınızda idmana, sənətə, ədəbiyyata, musiqiyə, yaradıcılığa və müxtəlif sosial fəaliyyətlərə də yer ayırmalısınız. Məsəl üçün, deyək ki, siz tibb universitetini qazanmaq üçün
biologiya oxuyursunuz və digər ədəbiyyata, musiqiyə uzaq durursunuz. Bu da doğru deyil. Çünki insanın incəsənətə ehtiyacı var. Çalışın ki, fəal, yeni təkliflərlə çıxış edən bir insan olasınız. Bu sizin ictimai nüfuzunuzu artıracaq və ətrafdakiləri sizinlə hesablaşmağa məcbur edəcək. Uğurun daha bir sirri özünə inandır. Nə edirsinizsə edin, daim hədəfə çatmaqda israrlı olun. Mənfi düşüncələri özünüzdən uzaqlaşdırın. Hədəfə doğru gedən yolda büdrəmələr də olur. Taleyin gözlənilməz zərbələri də. Ancaq bütün bunlar sizi ruhdan salmamalıdır. Heç zaman özünüzə inamı itirməyin. İtirsəniz o dəqiqə uğursuzluq başınızın üstünü alacaq. Yeni Zelandiyanın Auckland şəhərində doğulmuş Edmund Hillary uşaq yaşlarından idmanla məşğul olur, alpinizmə həvəs göstərirdi. Onun ən böyük arzusu dünyanın ən uca zirvəsi olan Everesti fəth etmək idi. Nəhayət 1952-ci ildə buna cəhd etdi, lakin cəhdi uğursuzluqla nəticələndi. Bu cəhddən bir neçə həftə sonra Hillary İngiltərə məktəblərindən birinə şagirdlərlə görüşə dəvət olunmuşdu. Bu görüş zamanı Hillary şagirdlərə demişdi: "Mənə qalib gəldiyi üçün Everest gözümdə böyüdü. Amma o da bir şeyi yaxşı yadına saxlamalıdır ki, hədəfimə çata bilmədiyim üçün içimdəki əzm daha da artıb, daha da güclənib, buna görə də mən ona qalib gələcəyəm." Sonra əzmkar alpinist Everest dağının məktəb divarından asılmış şəklinə baxaraq ona meydan oxumuşdu. "Mənə ilk cəhdimdə qalib gəldin, amma səninlə mübarizəm bitməyib, ey Everest. Gözlə məni, yenə gələcəyəm və bu dəfə sən ayaqlarımın altında olacaqsın." Everest uşaqlar, yəni uca dağ, zirvədir. Deməli, bu çıxışından bir il sonra doğrudan da Everest Hillary'nin ayaqları altında idi. 29 may 1953-cü il saat 11:15-də Edmund Hillary indiyə kimi zirvəsini heç kimin görmədiyi Everestin ən uca nöqtəsində dayanmışdı. O bunu bacardı və bu uğuruna görə ona Kraliça 2. Yelizaveta tərəfindən cəngavər adı verildi. Bəli, hər bir uğurun arxasında səbir, əzmkarlıq, dözüm, zəhmət dayanır. Əlbəttə, bir şagird kimi siz də yaxşı oxumaq, ali məktəbə qəbul olmaq, istədiyiniz ixtisasa yiyələnmək istəyirsiniz. Unutmayın, bu çətin yolda yalnız səbirli və iradəli olanlar böyük uğurlara imza atacaqlar. Çətinliksiz həyatın mənası və marağı olmur. Odur ki, istənilən problemlə üzləşəndə stresə düşməyin. Ona dəf olunmalı maneə kimi baxın. Problem həllinin sevincini yaşayın. Belə olsa, uğur sizin üçün qaçınılmaz olacaq. Aylin Atmacanın Zamanı necə idarə etməli kitabı. Düşün və cavab ver. Verilmiş aforizmlər mətnin hansı abzaslarına uyğun gəlir? Gəlin baxaq. Heç bir uğura çiçəkli yollarla gedilməz. Aha, gəlin baxaq görə burada hansı abzaslar var idi. Deməli, 1, 2, 3, 4, 6. Baxın uşaqlar, burada deyir, uğurun daha bir sirri özünə inandır. Nə edirsinizsə edin, daim hədəfə çatmaqda israrlı olun. Mənfi düşüncələri özünüzdən uzaqlaşdırın. Hədəfə doğru gedən yolda büdrəmələr də olur. Taleyə gözlənilməz zərbələr də, ancaq bütün bunları ruhdan salmamalıdır. Heç zaman özünüzə inamı itirməyin. İtirsəniz o dəqiqə uğursuzluq başınızın üstünə alacaq. Deməli, bu 8-ci abzasdır və heç bir uğura çiçəkli yollarla getməz. Yəni, burada ayağınız büdrəyə də bilər, qarşılaşa bilərsiniz. La Fontaine'in fikridir və bu 8-ci abzasa aiddir. Mümkün deyil ifadəsi ancaq axmaqların lüğətində ola bilər. Bu, Napoleonun sözüdür və bu da, əgər fikir verirsinizsə, bu da 8-ci abzasa aiddir. Deyir ki, ona görə deyir ki, mənfi düşüncələri özünüzdən uzaqlaşdırın, özünüzə inamlı olun, israrlı olun, ruhdan heç bir şey sizi salmamalıdır, özünüzü itirməyin. İtirsəniz o dəqiqə uğursuz başınızın üstünü
ağlar. Deməli, elə bu aforizmdə 8-ci abzasa aiddir. Məqsədinizə çatmaq üçün həmin şey ürəkdən arzulamalısınız. Elə o da buradaydı. Baxın. 9-cu abzasa aiddir ki, biz görürük ki, Edmund Hillary uşaqlıqdan nə istəyirdi ürəkdən? O, deməli, Everesti fəth etməyə istəyirdi. O da, baxın, bu 9-cu abzasda qeyd olunub. Ovidinin hikmətli aforizmidir. Hara getdiyinizi bilmirsinizsə, heç bir yol sizi getdiyiniz yerə aparmayacaq. Bu əvvəllərdəydi uşaqlar. Baxın, adi bax buradadır uşaq deyil. Hədəf seçilən andan insanın həyat tərzi də dəyişir. Əgər səhər evdən çıxanda hara gedəcəyinizi bilmirsinizsə, bütün günü boş-boş veyillənib axşam evə qayıdacaqsınız. Amma harasa getməyə qərar vermisinizsə, ünvanı bilməsəniz də soruşa-soruşa mənzil başına gedib çıxa bilərsiniz. Burada nə deyirdi? Bəli. Əgər evdən çıxanda qərar verməmisinizsə ki, hara gedəsiniz, çıxıb boş-boş veyillənib evə qayıdacaqsınız. Amma əgər evdən çıxanda hara getdiyinizə artıq qərar vermisinizsə, bu zaman mütləqdir ki, getdiyiniz yerə soruşa-soruşa tutacaqsınız ən azından. Deməli, bu ikinci abzasa aiddir. Elimdən keçməyən yolun sonu qaranlıqdır. Aha, baxın, burada baxın, aha, bu 4-cü abzasda deyəsən, bu 4-cüdür, bu 2-ci abzasıydı. Hədəfə gedən yol çox zaman təhsildən keçir. Hansı peşəyə yiyələnməyin o qədər də önəmi yoxdur. Önəmli olan hansı peşəyə, hansı səviyyədə yiyələnməkdir. Bir də, baxın, bu hissə, deməli, həmin aforizmə uyğundur. 4-dən 6 oldu da bu. Deməli, Hacı Bektaş Vəlinin sözlüdür. Böyük işləri asanlaşdırmaq üçün onların icrasını bir neçə mərhələyə bölməsi, elə bu məncə 1-ci abzas olacaq. Çünki burada bizə deyir, düzgün bölmək lazımdır. Baxın, bura aiddir. Həyatda uğur qazanmaq ilk növbədə gələcəyə yönəlmiş hədəf seçməlisiniz. Daha sonra həmin hədəfə aparan yaxın hədəfləri müəyyənləşdirmək lazımdır. Özünüzə qısa müddətli hədəflər seçməklə daha uzaq məsafələr çata bilərsiniz. Beləliklə, həyat strategiyanızı və taktikanızı müəyyən etmiş olursunuz. Bu, birinci aiddir. Böyük işləri asanlaşdırmaq üçün onların icrasını bir neçə mərhələyə bölməlisiniz. Henry Ford. Hər istədiyini edə bilmirsənsə, edə biləcəyin şeyləri istə. Baxın, burada deyildi ki, hədəf seçərkən vacib məqamlardan biri də realist olmaqdır. Yəni, reallıqdan uzaq olan hədəf arzu və yuxu kimidir, xülya kimidir. Qarşınıza qoyduğun məqsəd təbiətinizə uyğun olmalıdır ki, ona doğru irələmək sizə zövq versin. Hədəfinizi düşündükcə bezməməli, əksinə özünüzdə əzm və iradə tapmalısınız. Bunun üçün də qarşınıza qoyduğunuz hədəf qabiliyyətlərinizdən və həddindən artıq yüksək, nə də həddindən artıq aşağı olmamalıdır. Bu cümlə, bəli. Yəni, edə biləcəyin şeylər istə. Yalandan sən böyük şeylər istəyəcəksən və ona çata bilməyəcəksənsə, sən məyus olacaqsan. Sabah nə edəcəyini bilməyən insan bədbəxtdir. Elə bunu Konfüsi deyib 1-ci və 2-ci aiddir. Yəni, sən evdən çıxanda bilmirsənsə, hara gedəcəksən, nə edəcəksən, bu zaman sənin zamanın itəcək və heç nə edə bilməyəcəksən. Verilmiş aforizmləri öz sözlərinizlə izah edin. Hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz. Məsəl üçün, düşünün ki, bir gəmi dənizin ortasındadır, amma hara gedəcəyini bilmir və külək onu oradan ora sürəcək, buradan bura sürəcək. Yırğalayacaq, bir yerə çatmayacaq. Bunu insana aid etmiş olsaq, deyərik ki, hədəfi olmayan insana heç də kömək edə bilməyəcək. Əgər sizin hədəfiniz yoxdursa, yəni siz irəliyə, işıqlı gələcəyə gedə bilməyəcəksiniz. Nəsə addım ata bilməyəcəksiniz. Əgər hədəfiniz yoxdursa, kənardan sizə nə qədər, nəsə üçün, kömək eləməyə çalışsalar da, yenə də sizdə alınmayacaq. Çünki qarşınıza hədəf qoyub, həmin hədəfə doğru irəliləməlisiniz. Başqaları sizin üçün hədəf qoymasın, siz özünüz üçün hədəf qoyun. Bütün böyük işlərin əvvəli kiçik başlanğıcdır. Cicero'nun sözüdür. Deyir, əgər bir böyük iş, baxın bu mətnin əvvəlində də vardır. Əgər böyük bir işə başlamaq istəyirsinizsə, əvvəlcə
O işin kiçik hissələrindən başlayın. Birdən-birə gedib siz böyük hədəfə çata bilməzsiniz axı. Gələk əvvəlcə kiçik işlərdən. Məsələn, deyək ki, kimsə əvvəlcə durur yol qırağında bir əlində limon satır, hə? Bu onun üçün hələ başlanğıcdır. Sonra gedir bazarda satır. Sonra gedir özü üçün bir yer tikdirir, bir dükan mağaza açır, artıq orada təkcə rahatca satır. Sonra isə o artıq öz satdığı məhsulun daha da geniş ərazilərə yayaraq müxtəlif marketlər açır. Və bu öz böyük işinə çatmaq üçün xırda işlərdən, mərhələlərdən keçmiş oldu. Mətnin sonuncu abzasında göy rənglə verilmiş qoşmaları aid olduğu sözlə birlikdə tələffüz edin. Nə deyir? Deməli, qoşmalara aid olduğu sözlə birlikdə tələffüz. Deyilişi və yazışı arasındakı fərqi. Problemlə maniyə kimi sizin üçün. Aha. Deməli, problemlə maniyə kimi sizin üçün. Əgər fikir verdinizsə, sanki burada sizin üçün olanda, burada sanki biz ünlü demədik, sizin üçün oldu. Maniyə kimi, problemlə. Burada isə nən oldu. Aha. Deyir ki, çox hecalı qoşmalar qoşulduğu sözlərdən ayrı yazılır. Çətinliklərə sinə gələ bilmək üçün qaya kimi möhkəm olmaq lazımdır. Tək hecalı, baxın, bilmək üçün. Sanki y artırırlar, ü düşür, bilmək üçün. Tək hecalı qoşmalar dək, cancən, cacə, tək, o cümlədən ilə qoşmasının ixtisar forması lalə qoşulduğu sözlərlə bitişik yazılır. Həmin gün səhərəcən yatmadıq. Baxın, cancən bitişik yazılır. Dəryaca bitişik yazılır. Ağılın olsa, yoxsul olsan gülərlər. İlə qoşması samitlə bitən sözlərdən sonra, nan, nən, saitlə bitən sözlərdən sonra, yinan, yinən şəklində tələffüz olunur. Varını heç kəslə, görürsünüz, samitlə bitdiyi üçün nən kimi tələffüz olunur. Bölüşmək istəməyən yoxsuldur. Məktubu ona çatdır. Qalanı ilə, görürsünüz, saitlə bitdiyi üçün qalanı ilə yinan olub. İşin yoxdur. Üçün qoşması samitlə bitən sözlərdən sonra üçün, saitlə bitən sözlərdən sonra üçün şəklində tələffüz olunur. Böyük insanların səhvləri axmaqlar üçün. Görürsünüz, burada ünü sanki ixtisar elədik tələffüzdə. Sərkərdə üçün, görürsünüz, sərkərdə üçün. Qələbədən şirin şey yoxdur. Kimi, savayı, cancən, tək qoşmalarını müvafiq sözlərə artıraraq deməli, cümlələrdə işlədin. Burada sadəcə cümlə quracaqsınız. Uşaqlar deyə bilərsiniz ki, sənin kimi uğur qazanmaq istəyirəm. Burada kimi ayrı yazacaq. Səndən savayı heç kimi gözləmirdik. Səndən və savayı sözlər bir-birinə ayrı yazılır. Burada can, tək qoşmaları bir şey yazacaq. Deyirsən ki, səhərəcən səni gözlədim. Dək deyəndə it uşağı evədək qovaladı. Dək burada bitişik yazacaq ev sözünə, evədək. Aha. Uşaqlar, burada tək deməli qoşması həm bitişik, həm ayrı yaza bilər. Sən tək və ya sənin tək gözəl olmaq istəyirəm. Burada tək ayrı yazılacaq. Cümlələrdə orfoqrafik qaydalara uyğun olmayan qoşmaları seçib düzgün şəkildə yazın. Orfoqrafik azad fikrini cəmləmək üçün gözlərini yumub sakitləşməyə çalışdı. Burada ayrı yazacaqsınız üçün. Yəni qoşmadan, bir-birinə bağlamadan. Uşaqlar axşamacan, burada can bu axşama sözünə bitişik yazacaq. O
Yay tək dartınıb, yazacaq. Yay tək dartınıb, yuxarı atdı və topu səbətə atdı. Anar səhərə dək bitişik yazır. Yatmayıb, atasının dedikləri haqqında düşündü. Nailə rəfiqələri ilə yox, rəfiqələri ilə ayrı yazacaq. Rəfiqələri ilə gəzməyə çıxmışdı. Anası üçün yox, anası üçün yazacaqsınız və ayrı yazacaqsınız. Qoşmaların işlənməsi ilə bağlı düzgün variantı seçib cümlələri köçürün. Bilmirdim ki, bunu məndən ötürü edirsən. Məndən ötəri. Yox. Məndən ötürü olacaq. Deməli, bunu seçirsiniz və bunu yazmırsınız. Mən bilmirdim ki, bunu məndən ötürü edirsən. Sinifimizdə sənin qədər çalışqan yoxdur. Səni qədər yox, sənin qədər. O günlər xəyal tək yox, xəyal tək və bu xəyal sözü tək sözünə bitişik yazacaq. Uzaqlardadır.